Tramp soyqırımı sözünü işlədəcəkmi? Bugün qondarma erməni soyqırımının il dönümünü qeyd edən Ermənistanı bu sual çox düşündürür. Belə ki, ermənilər Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın qondarma erməni soyqırımı haqqında danışacağına və soyqırımı ifadəsi işlədəcəyini ümid edirlər. İndiyə qədər bir çox Amerika Birləşmiş Ştatları prezidenti seçki kampaniyası dövründə Amerikadakı ermənilərin səsini qazanmaq üçün qondarma soyqırımı vədlərini versə də, sonradan bu haqda danışmayıblar. Trump'dan öncə Obama da eyni vədləri vermişdi, lakin o 1915-ci ildə baş verən hadisələri faciə adlandırdı. Donald Trump isə seçki kampaniyasında ümumiyyətlə bu haqda nə danışıb, nə də vəd verib. Erməni ekspert Aram Amatuni yazır ki, hər il 24 apreldə onlara söz verilir, lakin 25 apreldə məyus olurlar. Buna qədər Amerika Birləşmiş Ştatlarında seçki qabağı kampaniyalarda bununla bağlı hansısa vədlər verilirdi. Lakin Trump ümumiyyətlə bu mövzuya toxunmadı. Görünür, bu məsələ Trump üçün əhəmiyyətsizdir. Buna görə də onun ümumiyyətlə bu haqda danışmayacağı gözləniləndir. Lakin diaspor bu məsələnin üzərinə getməlidir. Qeyd edək ki, Donald Trump prezident seçiləndən sonra Amerika Birləşmiş Ştatlarındakı erməni lobbisini qəbul etmir.